Bu gözəl duadır, bu məndən yadigar qalsın. İnşallah gələcək nəsillərdə. Deyir ilahi, məğfirətinin qonağıyam, bağışlamağın qonağıyam. Deyir, sənin əffindir mənim məqsədim, fəzlüvə arxayınam. Və mənim əməlimdə də əffə layiq olmaq üçün bir şey yox. Mən sənə açıq deyirəm ilahi. Açıq deyirəm ki, mənim heç nəyim yoxdur yandırdığım odu söndürmək üçün. Bir halda ki, bu məhkəmədə özüm öz əleyhimə hökm çıxartdım, özüm özümə yar olmadım. Onda bəs bu halda mənim fəzlindən başqa tutacaq nəyim var? Onda sənin rəhmətindən başqa tutacaq nəyim var? Bir halda ki, özüm də özümə düşmən kəsilmişim. Məni ən çox pak eləyən işlərə müvəffəq elə. Mənim qəlbimdə mühüm olan şeylər var, amma sən mənə kifayət elə. Mənə mühüm olmağa layiq bir dənə sənsən, sən kifayətsən. Mühüm, önəmli təkcə sənsən, başqa heç nə. Sən bəs elə mənə, sən bəs elə. Səni tapım hər şeydən ehtiyacsız olub. Sən mənim üçün mühüm olasan. Nə üçün məni yaratmışsan? Məqsədim nədir yaradılışda? Günlərim o məqsədə xidmət eləsin. Bir məqsəd üçün yaranmışam ki, bütün işlərim o məqsədə bağlanmasa ziyan eləmişəm. Mənim saniyələrim, dəqiqəm, hamısı nə üçün yaranmışam ona bağlansın. Onun üçün çalışın. İstəyirəm mən sənə aid olum, bütün vücudumla, əməllərimlə. Dua nəylə qutarır? Ey pənahsızlarım pənah gedir. Ey pənahı olmayanların pənahı. Yəni əlim boşdur. Bu bədbinlik deyil. Bu ümid verici bir söhbətdir. Bunlardan ümidsiz olub dinən ki, rəhmətinlə əlimdən tut. Və mən sənin fəzlüvə sığınıram. Bu gözəl duadır, bu məndən yadigar qalsın. İnşallah gələcək nəsillərdə biz olmayandan sonra bu söhbətləri eşidib bizi dua eləyərlər, elə bizə